Heç utanırsınız. Bax, Toyota mühəndislərinədir sözüm. Bir dənə baxın. Görün Hyundai nə oyun çıxardır. Qarşısında yeganə, aciz olduğum sedan gövdəli maşın. Yəni mənim üçün bu maşından o tərəfəsi yoxdur. Sedan olaraq, sedan tipli. Çünki sedanlardan ümumiyyətlə xoşum gəlmir. Sedan maşınlardan zəhləm gedir. Son 3 ildə, son 4 ildə bu qərara gəlmişəm ki, mən yalnız və yalnız hündür maşınlar sürməliyəm. Amma bax bu Hyundai Sonatadan söhbət gedəndə 2021, 2022, 2023, 2024 son modellər, bu hibrid yeri gəlmişkən 2 motordur. Bunun 1.6 zad da var da, bilirsiniz turbo. Başqa şeydə qardaşım. Heç bir şeydə adamlar simiclik eləməyiblər. Bir dənə baxın bura. Bütün hər şeyi göstərir. Bax, ruldan tutmuş, buradakı olan bütün detalları, bütün komponentləri, monitoru. Yəni adamlar iş görüblər də, çox qəşəngdir də, çox qəşəngdir, çox özünə məxsusdur. Yəni Koreyalılara sadəcə olaraq əhsən də, qardaş, əhsən. Yəni yenə deyirəm, mənim üçün bu modeldən o tərəfə sedan sadəcə olaraq yoxdur. Çünki həqiqətən də bu maşını, bu modeli bəyənirəm. Yəni köhnə Sonatalardan da danışsaq, onlar da özünə məxsus idi, amma son modellər ümumiyyətlə kosmosdur da, əsl, necə deyərlər, zamanla ayaqlaşan maşınlardır.